Sizə bir xəbərlə gəlmişəm. Əslində bu gözəl xəbərdir, şad xəbərdir. Mən bu xəbəri sizə verdikcə sizlər kanala abunə olmağı unutmayın və videonu sona dək izləməyinizi şiddətlə tövsiyə edirəm. Azərbaycanda icbari tibbi sığorta ilə sümük iliyi transplantasiyasının illik limiti 20-dən 50-yə artırıldı. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Nə vaxt? Dünən. Eyni zamanda dünən Bonadia xəstəxanasının baş direktoru Taner Özbək jurnalistlərlə görüşmüşdü, eyni məsələyə toxunub gileylənirdi. Niyəsini mən sizə deyim, deyir, ölkə xaricindən həkim gətirmişik, yalvar, yaxar, həkim də gəlib 20 xəstəyə baxır il ərzində və ondan sonra biz həkimə baxırıq, həkim də bizə limit həddən artıq azdır. Elə bunu demişdi ki, baş həkim Cavid Gülaliyev girdi içəri ki, təbrik edirəm, Taner müəllim limiti 20-dən 50-yə artırıldı. Taner müəllim də qaydasan deyəsən ki, yaxşı, bu da olsun iyula qədər. İyula qədər həkim bu xəstələrə baxdı, bitdi. İyuldan sonra biz həkimə, həkim də bizə baxacaq. Və yaxşı, niyə bu limiti məsələn 100 etmirik? Əgər Bonadia xəstəxanasının buna imkanı, şəraiti, həkimi varsa. Məsələ burasıdır ki, həkim də gileylənir ki, qardaş, məsələ pul deyil. Axı mənim praktikam azalır. Ondan sonra məni bırakın, mən gedim, həm maaşımı alım, həm də il ərzində 100-150 məsələn xəstəyə baxın. Sizin düşüncəniz nədir? 20-dən 50-yə artdı, 50-dən 100-ə nə vaxt artar?